Səhər və axşam zikirləri arasında belə bir dua zikr olunur. Allahumma inni əs'aluka ilmen nafi'an və rizqan tayyiban və amələ mütəqəbbələn. Zəhmət olmasa bu dua haqqında bir qədər izah verə bilərsinizmi? Allah sizə razı olsun. Dua öz-özlüyündə əzəmətli dualardandır. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hər gün səhərlər bu duanı edərdi. Allahumma inni əs'aluka ilmen nafi'an. Baxın, subhanallah, buradan nafi'an kəlməsi keçir. Allahım, səndən faydalı elm diləyirəm. Mirzə qardaş, sorusu var ki, nə deməkdir faydalı elm? Yəni, belə çıxır ki, faydasız elm də var. Cavab olaraq biz deyəcək, bəli. Elə bu hədis dəlildir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Allahümme inni əs'aluka ilmen nafi'an. Allahım, mənə faydalı elm nəsib et. Yəni, bir mənada bu hədis göstərir ki, burada faydasız elmlər də var. Allah qorusun. Yaxşı, nə deməkdir faydalı elm, nə deməkdir faydasız elm? Faydalı elm odur ki, faydalı elmə bir gözəl bir tərif veriblər elm əhli. Deyirlər ki, faydalı elm özü ilə xaşiyə gətirir. Xoşu gətirir. El-ilmu el-nafi' yeclibu ma'ahu xaşiyə. Yəni, nə deməkdir? Yəni, faydalı elm özü ilə bərabər xaşiyə gətirir. Xaşiyə bizim dildə olduğu kimi xoşu, yəni qorxu. Burada bir incə məqam var. Bu biraz haşiyə çıxacağım, bura qaydaram inşallah. Allah subhanahu wa ta'ala elm əhlini, alimləri vəsf edərkən onları xuşu üzərində vəsf edir. Qorxu üzərində yox. Allah Teala buyurur ki, İnnəmə yaxşallaha min ibadihi. Öləmə. Qulları arasında Allahdan ən çox qorxanlar kimlərdir? Alimlərdir. Hansı feil işlədildi burada? Yaxşı. Həmin bu cümləni şübhəsiz Quran-ı Kərimdə nə cürsə o cürə qalmalıdır. Elhamdülillah, Allahın kəlamıdır. Dəyişmək olmaz, Allah qorusun. Həmin bu cümləni başqa bir yerdə yazsaq, lövhədə yazsaq ki, İnnəmə yaxafullahə min ibadihi. Məsələn, bu cümlə bəlağətdə də, qrammatik olaraq da, bütün ərəb dilinə görə nədir? Düzgün. Heç bir dəyişiklik yoxdur. Lakin Allah subhanahu wa ta'ala burada xafə feilindən istifadə eləmədi. Niyə görə? Xafə başqa bir sözdür. Xafə, qorxmaq. Xaşiyə başqa bir şeydir. Bu məqamlar incə məqamlardır. Mirzə qardaş, Allah sizdən razı olsun. Baxın, misal verək, deyək ki, məsəl üçün, əl-vələdu yaxafu min əbihi, məsələn. Uşaq atasından qorxur. Biz bu misalda nə dedik? Yaxafu feilinə, düzdür? Biz demədik, yaxşa min əbihi. Çünki heç uyğun gəlmir. Bəlağata da baxanda görürük, bəlağı cümlə deyil. Çünki oradan onun yeri yoxdur. Uşaq necə atasından, yəni belə deyək də, necə xuşu ilə qorxur? Uşaq atasından nəyə görə qorxur? Atası onu döyər, misal üçün, ona təpinər, tərbiyələndirmək üçün. Məsəl üçün, başqa bir misal. Deyir ki, əl-vələdu yaxafu min əl-əsəd, məsələn. Uşaq şir heyvandan qorxur. Burada demək olarmı ki, əl-vələdu yaxşa min əsəd? İcazəli deyil. Bəlağətlə düz gəlmir. Amma fikir verin, Allah subhanahu ta'ala burada biraz önce dediyim kimi nədir? Xafə feilindən istifadə eləmədi. Allah Teala buyurur ki, İnnəmə yaxşallaha min ibadihi. Qullar arasında Allahdan ən çox qorxanlar. Yəni bir mənada nədir? Bizim dilə tərcümə olanda qorxu gəlsə də belə, orada əslində qorxu hansı qorxudur? Yəni xoşu ilə qorxanlar. Qaydırıq məsələmizə. Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, Allahümme inni əsəluka ilmen nafi'an. Allahım, səndən faydalı elm istəyirəm, diləyirəm. Biz də dedik ki, elm əhli alimlər bu faydalı elmə tərif ediblər. Nədir? Faydalı elm özü ilə bərabər nədir? Xoşu gətirir. Bu günlər bir nəfər özünün elmə nisbət edən və yaxud da hər hansı bir sıravi bir müsəlman. Çünki orada elmdən söhbət gedir, ona görə elmə nisbət edən deyirəm əslində. Allah qorusun, Allah Teala bizləri bu cür haldan qorusun. İstənilən bir insan özünü elmə nisbət edirsə, həmin bu xaş, yəni onda görürsə, elhamdülillah. Bəzi insanlar var ki, onlar nədir? Kənardan müşahidə edirlər. Bizdə bir misal var, deyirlər, elin gözü tərəzidir. Səhv eləməmisə. Yəni, elin gözü tərəzi nə demək? El baxır, cəmaat baxır, gözü nədir? O insana qiymət verir. Həmin insanda xaşiyə yoxdursa, yəni örgənən insan, onda doğrudan da xoşu yoxdursa nədir? Əslində bu kənardan bilinir Allahın izni ilə. Bəzi insanlar bilirlər bunu. Bu insan üçün bu elm nədir? Faydalı deyil. Fikrimi çatdıra bilirəm. Yəni bu insan üçün bu məlumatdır sadəcə olaraq, Allah qorusun. Məlumat başqa bir şeydir. Faydalı elm nədir? Başqa bir şeydir. Yəni, çox uzun eləməyim. Elm öyrənən birisi
təkliyində də, tək olanda da, cəmaatla da olanda, yəni tək olanda fərqli olursa, cəmaatla olanda fərqli olursa, bu faydalı elmdə Allah qorusun. Yəni elm tələbəsinin gizlini də aşkar da eyni olmalıdır. Elm tələbəsi nədir? Gizlini də aşkar da eyni olmalıdır. Yəni mən Allahdan təklikdə də qorxuram, misal üçün, cəmaat içərisində də qorxuram. Yoxsa Allah qorusun, mən cəmaat içərisində özümü Allahdan qorxan kimi göstərirəmsə, təklikdə bu cürə deyiləmsə, burada xəşyədən söhbət gedə bilməz. Yəni burada xuşudan söhbət gedə bilməz. Fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm elə buna görə siz deməyin, Allahdan faydalı elm diləyirmiş ki, ondan sonra gələn mərhələlərə fikir verin. Orada nə lazımdır? Orada xuşu lazımdır. Orada şərii elm, faydalı elm lazımdır ki, ondan sonra gələn mərhələlərdə bizə bu elm lazım imiş. Sizcə nə imiş? Buyurur ki, sallallahu aleyhi ve sellem ikinci cümlədə, Allahümme inni əsəluka ilmən nəfiyan və rizqan tayyibən. Elm əhli hədisinin şərhində buyurur ki, yəni bir mənada mənə faydalı elm lazımdır ki, mən bu gələn ruzunun halal və haram olduğunu bilim. Fikir verirsiniz? Ayırt edə bilim. Yəni bir mənada məndə şəri elm yoxdursa, mən hardan biləcəm ki, mənim qazandığım halaldır yoxsa haramdır? Fikrimi çatıra bilirəm. Həmçinin nədir? Və əmələ mutaqabbələ. Allah mənə fayda və qəbul olunan əməl. Mənim şəri elm olmasa, mən bilməyəcəm əməllərim qəbul yoxsa yox. Bəzən də əməlləri edəcəm, subhanallah, insanlar üçün. Fikir versiniz, Mirzə qardaş. Hamısı hara qayıdır? Allahümme inni əsəluka ilmən nəfiyan. Hamısı Allahım mənə faydalı elm. Mən əməllər edirəm. Misal üçün namazlar qılıram, oruclar tuturam, zəkat verirəm, həcc edirəm. Lakin siz deməyin bu əməlləri insanlar üçün edirmişəm. Allah qorusun bu haldan. Amma məndə şəri elm olsa, mən biləcəm ki, bu əməllər Allah üçün deyilsə, sən nə edirsən subhanallah? Sən özünü həlak edirsən, Allah qorusun. Sən bu əməlləri sən nə edirsən insanlara fikirləşirsən. Ona görə nədir? Allahümme inni əsəluka ilmən nəfi'an və rizqan tayyibən və əmələn mutaqabələn. Barakallahu fikum. Yəni xülasə olaraq faydalı elm odur ki, sahibinə xoşu gətirir. Xaşiyə gətirir. Hansı xoşunu Mirzə qardaş soruşursaq, deyəcək ki, təklikdə olanda, cəmaat içərisində olanda eyni xoşudur. Onda dəyişiklik baş vermir. Yoxsa ki, Allah qorusun, biraz öncə dediyim kimi insanlar arasında fərqlidir, özünü imanlı göstərir, təqvalı göstərir. Sonradan da nədir? Təklikdə düşəndə bir haramı tərk eləmir, Allah qorusun. Gözündən bir haram qaçırmır. Bu sizcə xoşu gətirən elmdir? Xeyr, cavab olar xeyr. Allah daha doğrusunu bilir, bəli.